بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على سيدنا محمد وآله الطاهرين واللعن الدائم على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. Allah Tebarek ve Teala inşallah bizi dünya ve ahirette Muhammed ve Ali Muhammed'den, Ehl-i Beyt'den uzak salmasın, onların ziyaretini dünyada ve ahirette şefaatine hamımıza nasip ve kısmet eləsin. Bu cələsə ki, sizi əzizlərin xidmətindəyəm, İslam tarixinin haqqındakı söhbət edirik. Demək olar son söhbətimizdir və son cələsəmizdir. Və ona görə də mən lazım bilirəm hicrətin axırıncı və o işləri ki, demək olar hicrətin axırında əmələ gəlib və baş verib onlara işarə edəyəm və o söhbətləri sizə əzizlərimin xidmətinə çatdıram. Və o ibarətdir bundan ki, hicrətin axiri, yəni hicrətin 10-u və 11-i bu iki ildə çox mühüm və əcib və qərib bir hadisə üz verib ki, həm xoşhal eləyən bir hadisədir, hicrətin 10-unda vaqe olan hadisə və həm belə hicrətin 11-ində vaqe olan bir hadisədə insanı qəmgin və nigaran eləyən bir hadisədir. Hər halda bu məsələ biləxərə deməlidir və sizin xidmətinizə çatdırmalıdır. Və amma hicrətin 10-unda olan hadisə ibarətdir bundan ki, hicrətin 10-unda böyük, mühüm və demək olar bərəkətli və lazım olan bir hadisə üz verib və o da ibarətdir Qədir Xum hadisəsindən. Hər halda xülasə bunu biz deyə bilirik ki, hicrətin 10-u ibarətdir Peyğəmbərin vida eləməli eləyinən. Yəni hicrətin 10-unda idi ki, Peyğəmbər müsəlmanlardan vida elədi, xudahafizi elədi və ha belə hicrətin 10-u bütün bu 23 il müddətindəki Peyğəmbər çalışdı, zəhmət çəkdi. 13 il müddətində Məkkə-i Mükərrəmədə və ondan sonra hicrətdən sonra 10 il Mədinədə axırı biləxərə bu gərək bir nəticə verə. Deyə bilirik ki, hicrətin 10-u Peyğəmbərin zəhmətlərinin nəticəyə çatması ilidir. Və ha belə hicrətin 10-u rəhbər və canişin təyin edən ildir ki, Peyğəmbər hicrətin 10-unda bu məsələyə qədəm qoydu və əl götürdü və o rəhbər və canişini ki, demək olar o canişinin təyin olması, müəyyən olması Allah tərəfindəndir. Peyğəmbər öz canişinini təyin elədi və ha belə hicrətin 10-unda idi ki, deyə bilirik biləxərə İslam dini tam oldu, tamam oldu, kamil oldu və Peyğəmbərimiz hicrətin 10-unda öz hüccətini, lazım olan sözləri, söhbətləri, hüccəti cəmaətə tamam elədi və öz vəzifəsinin haqqını əda elədi. Hicrət ili, hicrətin 10-cu ili belənçi bir il idi. İslam Peyğəmbəri çoxlu zəhmət çəkəndən sonra 23 il müddətində, yəni dediyim kimi 13 il Məkkədə və 10 il Mədinədə biləxərə öz risalətini, nübüvvətini, peyğəmbərçiliyini başa çatdırdı və İslamın qalib gəlməsini və nəticəyə çatmasını bütün aləmiyanə dünyalara, insanlara
elan elədi və bu məsələni nəticəyə çatdırdı. İslam Peyğəmbəri Allahın tərəfindən hicrətin 10-da məmur oldu ki, şəxsən mərasimi həccidə iştirak edə və o vaxtı ki, mərasimi həccidə iştirak elədi, odur ki, o zamanda eləyə bilər, həccin lazım olan məsələlərini, hökmlərini, şəriətlərini və həccin hədəfini ki, həccidən məqsəd nədir, hədəf nədir, onu cəmaətə ibləğ eləyə və cəmaətə çatdıra. Odur ki, cəmaətə Peyğəmbərin tərəfindən elan verildi, xəbər verildi ki, ay cəmaət, bu illərim Peyğəmbərin demək olar ömrünün sonudur, axırıdır və lazım bilir ki, cəmaətlə beraber, müsəlmanlarla beraber bahəmlikdə Allahın əmri ilə, Allahın istədiyi ilə Məkkəyə gedələr və həcc əməlini yerinə gətirələr. Odur ki, hicrətin 10-da çoxlu müsəlmanlar Peyğəmbərin bu elanına, dəvətini qəbul elədilər və Peyğəmbərlə bahəmlikdə həcc mərasimində şirkət elədilər. Və müsəlmanlar demək olar çoxlu müxtəlif nöqtələrdən, yerlərdən, şəhərlərdən və rayonlardan hər yeri ki müsəlmanlardan vardı demək olar o zaman və Peyğəmbərin bu elanı onların qulağına çatdı, gəldilər Peyğəmbərin bu həcc səfərində ad yazdırdılar və iştirak elədilər ki, Peyğəmbərlə beraber Məkkəyə gedələr və həcc əmalını yerinə gətirələr. Hududan demək olar 70.000 nəfər Mədinədə Peyğəmbərə mülhəq oldu və hudud 100 ila 120.000 nəfər deyirlər Peyğəmbər Məkkədə ki huzur tapdı, müsəlmanlardan Peyğəmbərin kənarındaydı və hamısı hazır idi ki Peyğəmbərin sözlərinə qulaq asalar və həccin əmalını Allah istəyən kimin yerinə gətirələr. Odur ki Peyğəmbər elə ki Məkkədə huzur tapdı, o müəyyən yerlərdə Məkkənin özündə, Ərafatda, Minada, bu cür bir gözəl məkanlardakı huzur tapdı, lazım gördü ki şiar-ı təvhidi müsəlmanların qulağına çatdıra. La ilahe illallah, lebbeyk Allahümme lebbeyk, lebbeyke la şerike leke lebbeyk, innel hamde ve ni'mete leke vel mulk, la ilahe illa ent. Bu şiarlar təvhid şiarlarıdır. Odur ki Peyğəmbər bu şiarları mürəttəb cəmaətin qulağına çatdırdı və cəmaət ki müsəlmanıdır artıqlar demək olar Məkkədə bu həccin şiarları ilə təvhidin və yeganə pərəstiliğin şiarları ilə onlar tanış oldular və Peyğəmbərlə beraber bu zikirləri dedilər və ha belə Peyğəmbər bu şiarları cəmaətə deyəndən sonra münasib fürsətlərdə cəmaətə lazım olan çıxışları, söhbətləri və xutbələri oxudu və İslamın mühüm o əhəmiyyətli məsələlərini, hökmlərini həcc haqqında və sairi din məsailinin haqqında demək olar cəmaətə çatdırdı və mürəttəb Peyğəmbər həcc əmalında ki söhbət edirdi müəyyən yerlərdə 2 dənə nüqtəyə çox təkid edirdi və çox işarə edirdi və o iki məsələnin o əhəmiyyətini cəmaətə artıq çatdırırdı və o da ibarət edir bundan ki cəmaətə deyirdi ki ey cəmaət inni tarikun fikumus siqlayn kitaballah və itrati. Ay cəmaət bilin mən həmişəlik sizin içinizdə qalmamalıyam. Mən getməliyəm. Allah insanı bir gün yaradıb və bir gündə insan dünyadan gedəcək. Bu həcc mənim axırın həccimdir, son həccimdir. Daha bundan sonra mən bir həcci yerinə gətirməyəcəyəm. Mən bundan artıq sizin içinizdə yoxam. Amma mən 2 dənə böyük əmanəti, böyük məsələni ki çox əhəmiyyəti var və demək olar sizi müsəlmanların
xoşbəxtliyi dünya və axirətdə o iki məsələdən və o iki əhəmiyyətli işdən asılıdır. O ibarətdir Allahın kitabından, yəni Qur'andan və Peyğəmbərin əhl-i beyt o itrətindən. Ey cəmaət, mən sizin içinizdə iki dənə ağır, səngin, möhkəm və əhəmiyyətli bir əmanəti sizin içinizdə qoyuram. O iki əmanətdən birisi ibarətdir Kitab-əllah, Allahın kitabı, Qur'an-ı Kərim ki, Qur'an-ı Kərimin buyurduqlarına, əmr-u nəhyilərinə, sözlərinə, hökmlərinə qulaq asın və əməl eləyin. Və ikinci, mənim əhl-i beytim, yəni Əli və ovlad Əli, Əli və Əli balaları, xanım Fatımiyə Zəhra və onun balaları, 12 imam. Bu iki dənə əmanəti sizin içinizdə qoyuram, mən sizin içinizdən getməliyəm. Əgər istəyirsiniz, siz xoşbəxt olasınız, üzü ağ olasınız, Allah, Peyğəmbər, Muhammed, Əli, Fatımə, Həsən və Hüseyin yanında sabahlarım üzü ağ olasınız və xoşhal olasınız və onlar sizlərdən razı olan, onların razı olması bundadır ki, siz bu iki dənə əmanətə əl atasınız. Möhkəm bu iki dənə əmanətdən yapışasınız və bu iki əmanətə xiyanət eləməyəsiniz. Ki, əgər bu iki əmanətdən siz ayrı düşməsəz, xoşbəxtsiz. Əgər ayrı düşsəz, Qur'anı, əhl-i beyti yaşayışınızda özünüzdən kənara salsaz, bu sizin zəlalət və bədbəxtçiliyinizi fərahəm eləyəcəkdir və əmələ gətirəcəkdir. Hər halda Peyğəmbər bu iki dənə məsələyə çox təkid edirdi. Odur ki, Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm ki, müsəlmanlarla Məkkəyə hərəkət elədilər, lazım olan yerlərdə söhbətləri, hədisləri, əhkamu, Allahın şəriətini cəmaata çatdırdılar və ha belə əmal-i həc qurtuldu. İndi gəldi, o gün çatdı ki, lazım gördü müsəlmanlarla qayıdələr Mədinəyə və hər kəs gedə öz ölkəsinə, öz şəhrinə, öz məntəqə və rayonuna. Odur ki, gəldilər, ta getdilər bir yerə çatdılar. Amma istəyirəm bu məsələni ərz eləyəm. Elə ki, qayıdan baş qayıdirdilər və gəlirdilər ki, gedələr öz evlərinə və öz məntəqələrinə, yaşayış yerlərinə. Allah Teala elə ki, cəmaət gəldi, çatdı o Qədir-Xum məntəqəsinə. Qədir-Xum bir dənə bir məntəqədir ki, Mədinədən çıxanda gedirlər, oraya çatırlar. Ora demək olar bir dənə bir yerdir ki, müsəlmanlar o Qədir-Xuma çatanda daha hambi bir yolu tutub getmir. Bəlkə orada müsəlmanların bəzisi gedir İraqa, bəziləri gedirlər Misrə, bəziləri gedirlər Yəmənə və hər kəs bir səmtə gedir. Demək olar, hər kəs orada öz dostundan ayrılanır və öz ölkəsinə, məntəqəsinə gedir. Elə ki, yetişdilər oraya. Oradaydı ki, Allah Teala Cəbrail əminin vasitəsilə bu ayəni Peyğəmbərə iblağ elədi. Ya eyyuhər rasul, bəlliğ ma unzilə eleykə min rabbik və in ləm təf'al fəma bəlləğtə risalətəh vəllahu ya'simukə minən nas. Ey Peyğəmbər, o hökmü ki Allah tərəfindən sənə nazil olub, sən onu tamam, kamil cəmaətə, müsəlmanlara çatdır. Və əgər çatdırmasan, bunu bil ki, elə biləsən, əslən sən bu 23 ilin müddətində Peyğəmbərçiliyin başa çatdırmayıbsan. Yəni, əgər bu mühüm məsələni bu günlərin bu vaxtda Qədir-Xum məntəqəsində cəmaətin qulağına çatdırmayasan, itmam-ı hüccət eləməyəsən, bunun mənası budur ki, sənin 23 illik zəhmətin, xidmətin, hərəkətin hədərə gedir. Qorxmacla və illəm təf'əl, əgər eləməsən, fəma bəlləqtə risalətə, risalət o Peyğəmbərçiliyin vəzifəyin yerinə gətirməyibsən, amma bunu bil, vallahu ya'simukə minən nas, cəmaətdən qorxmacla, düşmənlərdən qorxmacla,
Allah səni onların şərrindən qoruyar və səni hifz eləyər. Bu ayənin əsasında Peyğəmbər elan verdi cəmaətə. Onlar ki yetişdilər Qədir Xuma, elan verdi: ay karvan, ay qruppa, ay bu həccədə iştirak edən müsəlmanlar, siz Qədir Xumda dayanmalısınız. Buyurdu, onlar ki Qədir Xumdan bir azca qabağa gediblər, qayısınlar dalıya və onlar ki daldadılar, hələ gəlib çatmayıblar bu Qədir Xum məntəqəsinə, onlar da gəlsinlər. Gəldilər, hamısı toplandılar, yığışdılar o nöqtəyə ki, o nöqtənin adı Qədir Xumdur. Dediyim kimin o zaman hududu 100 ila 120 min müsəlman və hacı demək olar. O çöldə elənçi bir vaxtda o Qədir Xum məntəqəsində yığışdılar, dayandılar bir yerdə. Yaxşı, indi Peyğəmbərin hədəfi cəmaatı orada bir yerə yığmaqdan nədir? Ki qabağa gedənlərə buyurdu, qayıdın dalıya Qədir Xuma. Qoy daldaçlar da gəlsin. Hamı yığışdı bir yerə. İndi hədəf nədir? Məqsəd nədir? Söz nədir? Peyğəmbər istəyir nə deyəm? Peyğəmbər istəyir orada mühüm bir məsələni bütün müsəlmanlara ki indi orada yığışıblar bir yerə və hələ də dağılmayıblar, hərəsi bir tərəfə getməyib, istəyir bu haqq bir məsələni, mühüm bir məsələni ki lazım bir məsələdir və vacibdir, onu cəmaətin qulağına çatdıram və itmam-ı hüccət eləyəm. Və o nə idi? O ibarət idi Ali əleyhissalamın vilayətindən, Ali əleyhissalamın imamətindən, Ali əleyhissalamın rəhbərliyindən. Peyğəmbər istədi orada cəmaətin içində özü, öz əli ilə və Allahın əmri ilə öz canişinini təyin edə və cəmaətə göstərə və tanıtdıra ki, ay cəmaət, Allahın əmri ilə mən belənçi bir məkanda, yerdə, zamanda, bu vaxtda öz canişinimi ki həqqdir, mən sizə tanıtdırıram. O hansı günüydü? O həftənin 5-ci günü, Pənşənbə günü həftənin 5-ci günü idi. Zilhəccənin 18-də bu dəstur, hökm Allah tərəfindən Peyğəmbərə çatdı. Ona görə də Peyğəmbər lazım gördü və dəstur verdi, əmr elədi, hökm elədi ki, dəvələrin o yüklərini yığın bir yerə, qalayın bir-birinin üstünə qoy, bir uca bir yer olsun ki, mən istəyirəm çıxam o müəyyən yerə, o uca yerə, istəyirəm sözümü cəmaətin qulağına çatdıram və cəmaət də məni görə. Peyğəmbər belə buyurdu. Elə ki, çıxdı o uca bir yerə, yəni o dəvələrin yüklərini, cihazlarını və əşyalarını ki, yığdı bir yerə və uca müəyyən bir yer oldu. Peyğəmbər çıxdı oraya, müfəssəl xutbə oxudu. Mən xutbəsinin bir cümləsinə işarə edirəm. O böyük xutbənin, müfəssəl xutbənin bir cümləsi ibarətdir bundan. Peyğəmbər buyurdu, mən kuntu mevla fəhaza əliyyum mevla. Ay cəmaət, ay müsəlmanlar, ay hacılar ki, əmal həcci yerinə gətiribsiz, indi bu Qədir Xumda bir yerə yığışıbsiz. Bunu bilin, hər kəs ki, mən onun mevlasıyam, mən onun rəhbəriyəm, mən onun pişvasıyam, fəəliyyum mevla, Əli onun mevlasıdır, Əli onun rəhbəridir. Bu sözü 2-3 dəfən Peyğəmbər təkrar buyurdu. Və mən kuntu mevla fəəliyyum mevla. Hər kəs mən onun mevlasıyam, ay cəmaət, Əli onun mevlasıdır. Hər kəs mən onun mevlasıyam, Əli onun mevlasıdır. Bu məsələni 3 dəfən ila 4 dəfən təkrar elədi və axırda dua elədi. İlahi, pərverdigara, ey böyük Allah, ey mehriban Allah, onlar ki haqqı sevirlər, Əlini sevirlər, Allah sən onu sev, Əlinin haqqında və Əlinin dostlarının haqqında, Əlinin dostlarına dua elədi və Əlinin düşmənlərinə də nifrin elədi və qarğış elədi. Ondan sonra Əli əleyhissalama dəstur verdi,
buyurdu gel buraya. Ali aleyhisselamı apardı özü duran yere, o müəyyən yere ki uca bir yer idi. Hamı Peyğəmbəri görürdü. Hemen mekanda Allah'ın emriyle öz vəlisini, canişinini, geleceğin Müslümanların o lazım olan rəhbərini Peyğəmbər öz əli ilə cəmaata müərrifi elədi. Ali aleyhisselam gəldi, çıxdı Peyğəmbərin yanına, yapışdı Ali aleyhisselamın mübarək əlindən və qaldırdı yuxarıya və cəmaata göstərdi. Ay cəmaat, hər kəs mən onun mevlasıyam, Ali onun mevlasıdır. Və hamı da bu cərəyanı, bu səhnəni, bu vəziyyəti gördülər və ondan sonra Peyğəmbərin özü bu məsələni Ali aleyhisselama təbrik dedi və cəmaatdən də istədi ki bu vilayəti, visayəti, rəhbərliyi Ali aleyhisselama təbrik deyin. Peyğəmbərin çıxışından sonra çoxları gəldilər. O Ali aleyhisselamın hücrəsinə və yaxud deyəğin o xeyməsinə, çadırına, o yerdə ki oturmuşdular, gəldilər bir təbrik dedilər və hətta xulafayı səlas da gəldilər. Bu məsələni Ali aleyhisselama təbrik dedilər. Elə ki bu məsələ bu cür, bu vəziyyətlə tamam oldu. Peyğəmbər Allah'ın əmrini cəmaətin qulağına çatdırdı. Gene Sure-i Maidədə bir ayə var ki, bu ayədə belənçi buyurur. Cəbrail əmin bu məsələdən sonra Peyğəmbərin bu gözəl bir işindən sonra nazil oldu və bu ayəni gətirdi Peyğəmbərə. Əl-yevm əkməltu lakum dinakum və ətməmtu aleykum ni'məti və razitu lakumul İslam dina. Ay müsəlmanlar, bu günlərim din kamil oldu. Bu günlərim mən Allah'ın dinini, İslam dinini sizin üçün təkmil elədim və öz nemətimi sizə başa çatdırdım və ətməmtu aleykum neməti, yəni lazım olan bir nemətləri mən sizə çatdırdım. Demək olar bu vilayət ən böyük bir nemətdir ki insanın dünya və axirət xoşbəxtliyi asılıdır bu vilayətdən. Və ətməmtu aleykum neməti və razitu lakumul İslam dina, və mən İslam dinini sizin üçün ən üstün bir din ki tanıram, razıyam. Hər halda Peyğəmbər belənçi bir məkanda Ali aleyhisselamın vəli və vəsi olmasını cəmaata, xulafayı səlasə, hər kəsi ki orada vardı, hududu 120 min nəfərə tanıttırdı, sözünü dedi və hamı eşitdi və hamı bu məsələyə inandı və inam və etiqad tapdı. Amma havadisi ki hicrətin 11'ində əmələ gəlib, o ibarətdir bundan. Hicrətin 11'ində idi ki Peyğəmbər ağır xəstələndi və vəsiyyət elədi. Öz vəsisi və vəlisi və öz canişini Ali aleyhisselama, ey Ali can, elə ki mən öz canımı can afərin Allaha təqdim elədim, həyatımı dəyişdim, sənin özün mənəğusl verərsən, kəfən elərsən və məni öz hücrəmdə dəfn elərsən. Söhbətim burada başa çatır. Artıq lazımdır, demək olar bu məsələ burada tozih verirəm, amma vaxtimiz başa çatır. Mən söhbətimin axırında əziz, mehriban Allah'tan sizi hürmətli eşidənlərə və tamaşa eləyənlərə bu proqrama və bu tarix, İslam tarixinin haqqındakı sizə söhbət elədik və lazım olan mətalibi söhbətləri təqdim elədim. Böyük Allaha tapşırıram. Allah'tan sizə uzun ömür, can sağlığı arzulayıram. Vəssalam.